Yolunuzu gözləyir. 077 311 88 66 nömrəsi əlaqə saxlayın. Gastroenterolog, hepatolog Mətanət Cəfərova, müəllim və olmuş parmaq bağırsa, xora bütün nömrələri, öz müəllim bağırsa, fəlcəliyə, kənd skringi və bir çox xəstəliklər var ki, Mətanət xanım sizi sağalda bilər. Öz sahəsi ilə bağlı. Təşəkkür qızım. Yanaşma, müasir diaqnostika və sağlıqlı həkim Mətanət Cəfərovaya müraciət edə bilər. 055 581 34 80 nömrəsi əlaqə saxlayın. 3 may Zaqatala, 10 may Sabirabad, 17 may Coranboy, 24 may Quba, 31 may Gəncədə siz Mətanət xanımın yanında ola bilərsiniz. Tibb üzrə fəlsəfə doktoru, həkim cərrah-onkoloq, mamoloq İndira Səfərova süzəsi ilə bağlı yaranan xəstəliklərin müasir diaqnostikası və müalicəsi fərdi yanaşma analizə keçirir. Fibroksistoz dəyişikliklər və mastalgiya, süd vəzlərinin asimetri və ölçü fərqliyi, süd vəz törəmələrinin və regional limfa düyünlərinin biopsiyası, patoloji limfa düyünlərinin qiymətləri. Çox sağ ol. Sənə də nuş olsun. Sabah Bərqədə olacaq bizim İndira xanım, 9 may isə Cəlilabadda qalacaq. Atam baxır. Hər seçimimiz Səhəm Azəli tərəfindən təqdim olmuş sertifikasiyasında fəaliyyət göstərir. Mətanət xanım, sizin bölgələrə səfərləriniz var. Nəyə ki? İnşallah bəli. Buradan səslənilən bölgələrdə yaşayanlar və hər gün də biz anons edirik. Mətanət xanımın şəxsi Instagram səhifəsində. Mahnı qoyum, yaxşı. Öz tərəfindən də paylaşılır. Biz də paylaşırıq ki, hansı rayonlara gələcək. Bu yaxınlarda isə həftə... Donan qoymuşam qaynamağa. Zaqatalada olacaq. İnşallah. Ona görə mən nömrəni xatırlayıram, əziz Zaqatalalılar. Qeyd edeyim bu nömrəni. 055 581 3481 nömrəsi əlaqə saxlayın. Və Mətanət Cəfərova adında Instagram səhifəsindən izləyə bilərsiniz. Gedirsiniz rayonlara, regionlara gəzirsiniz, bir çox klinikalarda qəbul. Ən çox şikayətlər nədən alırsınız bax bu bölgələrdə? Ən çox bölgələrdə hepatitlər var. Hepatit B deməli iş prinsipində nədir? Yanıma ilk dəfə gələn xəstəyə gəlsin, onun müdə hepatit B və C-si yoxlayıram. Pasient deyir ki, doktor, yox, məndə bizdə belə bir şey yoxdur, bizim ailədə belə şey yoxdur. Dolma ürəyim. O şikayətə də baxmır. O insansan, gedirsən dişə, manikürə, pedikürə, bərbərə. Dolma qoydum. Yəni mərkəzi aramdan gəlmişdim. Yəni 3 gün öncə. Salam Nuray, salam, xoş gəlmişsin. Elətdiribdi bərbərdə və qısa bir müddətdə bəli, qızdırma, sarılıq və s. Kəskin hepatit C. Yox, yəni indi təsəvvürün o bərbər o rayonda nə Tənə istədim, alınmadı, kələm dolmaz. Bunda kəskin formadadır, bilinib. Vay o gündən ki, o yoluxdurur, yaxşıyam, necəsən? Səssiz formada gedir. Yaxşıyam, Nuray, sən necəsən? Qaraciyəri zədəlir. Həm insanın özü üçün bir böyük bir faciədir. Yəni xəstə artıq sirroz olanda, xərçəng olanda üzə çıxır. Həm də ki, nə olub, ay elçin? Yəni bir ailə və digər hər kəs bir-birini yoluxdura gedir. Ona görə mənim üçün ən önəmli məsələ bu hepatit B və C-yə görə yoxlatmaqda hər kəs kimdə var? Necəsən arzu? Yaxşıyam Tunar, sən necəsən? Bölgələrdə bu gün ən böyük problem bu virusların olması. O da bərbərlərin işləri. Stomatoloji xidmətlər, bərbərlər və stomatoloji xidmətlər. Heç stomatoloji xəstəxana deyil, ev şəraitində. Yəni, belə deyim, müxtəlif sonra... Namaz oba, yaxşıyam, sən necəsən? Xəstəm, yəni, bankı qoydurur özünə və s. və hicamla da elətdirir, hansı ki, yəni, bunu da ev şəraitində eləyirlər, ev şəraitində. Bir də tibb bacıları, yəni mənim özümün şəxsən onlarla xəstəm var ki, onlar tibb bacılarıdır və hepatit B və C xəstəsidirlər. Yəni ona görə bütün tibb sektorunda işləyən hər kəs hepatit B və C-yə görə yoxlamalıdır. Çünki onlar insanlara birbaşa vena daxilə müdaxilə edirlər və təəssüf ki, bəzən əncəksiz belə vena daxilə müdaxilə edirlər ki, bu da birbaşa yoxlamaq. Ay Allah, nə yazsın? Ancaq oxu yazırsan, nə yazırsan Kayalcı? Bir də zəhərin olsun yazmışsın. Allah qoysa may ayının 31-də Kanadada, Torontoda benim konsertim olacaq inşallah. Çox əfsuslar olsun ki, bəzi musiqiçiləri apara bilmədik. Sənət bilirsiniz, çox çətindir ora. Çox çətindir. Biz Anaqlı deyimdə qurban sizə. Yəni güclə buna müvəffəq olduq ki, heç olmasa alalım. İndi yavaş-yavaş o bir müəllimlərdə inşallah yəqin ki, yol açılar. Ay canım Nuray. Bu ayın mayın 31-də Kanadada, Torontoda konsertim var. Artıq start verildi. Biletlər bugündən satışda olacaq.
Bunu ben de paylaşmışam. Cənnət meleği, necəsən? Qeyd elədin cənnət meleği dolma pütüyüm yerdə. Nazənin xanım sanatları olan və olmayan. Çünki bir Azərbaycanlı gəlir ora. Bir səs gəlir və sevilən bir səs gəlir. Onu tək qoymuyor. Və çalışın konsertdə əsl Azərbaycan birliyini göstərir. 31 mayda. Bərdədəyəm ayrı. İnşallah ki, mən inanıram ki, Nazənin xanım burada necə sevgini, hansısa bir məkana, hansısa bir konsert saraya girəndə siz o sevgini görürsünüz, həmin şəhərdə də görürsünüz. Qaçırdın dolma pütüyüm yerdə qaçırdın cənnət meleği. O necə bir yumruq olmaz var, o birlik var, o birliği orada da göstərəcəklər. 31 may tarixində. Nazənin xanım, Məsələn xanım, buyurun. Uğurlar arzulayıram. Direkə girməmişəm, ona görə baxmamışam. Çok çektikler bize. Orada herkes zövq alacaq o konsertdə. Siz demiş, yəni bir Azərbaycan nəğmələri dinləyəcəklər. Qaçırmısan. Qaçırmısan. Bu yaxınlarda bəli bizdə icra bildirləri Avropada, amma bu yaxınlarda Apassıl deyilən bir kongre var. Bu beynəlxalq bir kongredir. Qaraciyər xəstəliklərinə həsr olmuş bir kongredir ki, bu dəfə sadəcə İstanbulda keçirildi. Nə gözəl, yəni biz də qardaş ölkəmizə getmiş olduq. Yenidən, yəni tez-tez geçirdi. Bu dəfə Apassıla görə getmiş olduq. Və bu zaman beynəlxalq konqredə qaraciyər xəstəlikləri haqqında ən son yeniliklər nədir? Dünyanın bir çox yerlərindən, ən çox da Asiya ölkələrindən, Yaponiya, Çin kimi ölkələrdən yeniliklər nə varsa orada paylaşıldı. Möhtəşəm leksiyalar dinlədik. Yeni məlumatlar əldə etdik və bu yeni məlumatlarla bəkərə dönmüş olduq ki, bunlarda əlbəttə ki, ən müasir diagnostika və ən müasir müalicələr, istər hepatit B-də, istər hepatit C-də, istər autoimmün qaraciyər xəstəliklərində, istər sirrozda, ən çox müalicələr nədir? Onları inşallah bu tətbiq edəcəkdir. Bir daha Məsələn xanım nömrəsini deyirəm və ekranlarda görürsünüz. 055 581 34 81 nömrəsi əlqə saxlayaraq yanına gedə bilərsiniz. Nazənin xanım oxuyacaq, biz də reklamlara ayrılacaq. Təqdim edin Nazənin xanımın ansını.